mən özüm düzəltmişəm. Belə bir deməli əl işi. O vaxtlar mən əl işi ilə məşğul idim. Bilmirəm niyə bura atmışam bunu mən. Belə bir qəşəng ramaşkalı kardondan düzəltmişəm. O vaxtlar işləyirdim. Mən əl işləri üzrə. Deməli sifarişlər falan qəbul edirdim. Təbii ki özümüzə də düzəldirdim. Gözəl bir şeydi həqiqətən də kardondan. Bunları isə belə qızılı rəngdə rəngləmişəm. Çox qəşəngdir. Axı ona fikir verməyin. Qapıyı açmışam. Hava bugün dəhşət istidir. İndi keçək təmizləyək. Burada çok geç istifadə etdiyim məhsullar var. Ona göre buraya yığıram. Bunlar ise şprit falan da bunları götürürüm. Fikirlerim ise bunun içindeydi. Bunları yığışdırdım. Şpritsi de belə ehtiyacım arasında hər etmanı evdə saxlamışam. Bu qapağını da sildim iç tərəfdən, amma lap sonda təbii ki üzərini də qəşəng siləcəm və haralara ki su, mayı dəyəcəkdir, oraları da siləcəm. Bura hazırdır. İndi isə keçək bura. Burayı mən gündəlik istifadə edirəm. Ona görə gəlin indi birlikdə buranı təmizləyək. Bu iki dolabı temizledim ama kapaklarını açık koyuram ki içine hava geçsin. Çünkü biraz koku var o temizleyici vasıtadan sonra. Ona göre dedim biraz açık kalsın. Daysa vahşi haos baş verir. Dedim elə bura əl gəzdireyim. Həm də fikir verirsiniz, məndə bu organizer əyilibdir tarekalara göre. Bunu da adi ucuzluqdan almışdım ama hələ ki dur istifadə edirəm. Xalçinka qoyurdum, içine yapılan belə şeyləri yığırdım ama sonra baxdım ki o ehtiyacım yoxdur, ona görə qalıb burada. Bunlar mənim ressamlıq kislərimdir. Bura qoymuşam çünki yer yox idi yığmağa. İndi yerləşdirərəm, başqa yerə qoyaram. Bunlar deməli Wonder Collection firmasına aiddir. Bunları hadisə mənim olardı 12-13 yaşım. Həmin vaxtı biz Moskvadan sifariş etmişdik. Bunlar ilk dəfə onda deməli satışa çıxmışdı. Təsəvvür edin ki, neçənci il idi da. Mənim indi 32 yaşım var. Bunu isə dediyim kimi sifariş eləmişik. Mənim 12-13 yaşımda. Dəqiq yadımda deyil. Yəni ilk şanlardan almışıq. Və illərdir məndədir, saxlayıram. Amma istifadə eləmirəm. Bu mayenin qoxusu çox belə sərt olduğuna görə hələ ki iyi qırıyıbdır deməli mətbəx. Ona görə düşünürəm bunu başqa bir yerlərdə istifadə eləyərəm. Məsələn, divanda falan da belə xalacinik üstünü görürsüz təmizləmək üçün belə şeylərdə istifadə elərəm, amma dolab içi istifadə eləməyəcəm. Adi nəm salfetkanı, nəm dəsmalı və sivilik. Bu da kızımın çirmosudur. Bunu məktəbə götürür. Bunu da qoyuram bura. Belə əvvəlki vəziyyətə baxanda çox daha səliqəli oldu. Çünki bunları çıxartdım, bir də bunu çıxartdım mənim rəsm fırçalarımı. Amma düşünürəm bunlara onsuz da başqa yer tapa bilməyəcəm. Ona görə qaytarırıq, bunu qoyuruq yerinə. Bu vəziyyətdə. İndi keçək bura.
burada oldu təmiz. Bunları da istəyirəm yer olmadığına görə təzədən yığım bura. Düşünürəm oraya qoysam, onun sonra yuxarıda mən çox istifadə eləmirəm. Düşünürəm elə ora qoyaram, orada durar. Belə baxanda yenə dağıdıq görsənir, amma əvvəlki vəziyyətə baxanda hardasa biraz yüngülləşdi düşünürəm. Vəziyyətinə baxanda hal-hazırda təmiz oldu, yaxşı oldu. Əslində mən belə eləyən deyildim. Burada məsələn hadisə səliqəsizlik varsa mən mütləq açırdım və silirdim, yenidən yığışdırırdım. Amma bu kontenti sizin üçün çəkmək üçün dedim əl vurmadım. Heç bir yerə əl vurmadım. Bir dənə buradan başqa bu da yapışır artıq. Qopartdım. Yox. işləriyle məşğul olanda o vaxt mən düzəltmişdim. Deməli şpaqatdır, bir də əsl kofe. Belə bir gül ərsəyə gətirmişəm, simi dolamışam. Düzdür, bəziləri qopuqdur, çünki axıra qədər bitirməmişdim mən bunu. Əslində kofeləri tam düzdükdən sonra üzərinə lak vurmalıydım ki, həm parıltılı olsun, həm də bir qəşəng görsənsin. Bir əllə işləyirəm, çünki bu qapağı durmur, boşalıbdır buradan da, bu şey boşalıb deyənə. Bir əlimdən tuturum, bir əlimdən yığışdırıram.
bəzi şeylər var ki, hansılar ki artıq istifadə olunmur. Məsələn, bu Wi-Fi yerə qoyacağım. Görüm yoldaşıma lazım olmasa artıq bunu da yığışdıraram, buradan götürərəm o zaman ki, yer tutur, boş yer. Bu da yoldaşımındır, maşın üçündür. Bir əllə həqiqətən də çox çətindir. Bunları isə mən qonaqlar gələndə istifadə edirəm. Ancaq qonaqlarım ayda ildə bir dəfə gəlir. Demək olar ki, qonaqlarım heç olmur. Ona görə yenə də dedim qoy qalsın və istifadə edərəm. Hələ ki qoyuram bura, çünki bu dəqiqə mənim heç ümumiyyətlə vaxtım yoxdur ki, mən bununla oynayım. Bunları isə qızım deyir saxla. Uşaq vaxtından qalıb da dedim yaxşı saxlayayım da. Bu da suskalarımı da apardı dedim, bu qalsın hələ, sonra lazım olmasa artıq ataram. Rozetkalardır, bunları da almışdıq. Dedim bunları da elə çıxarım, buradan üstdən belə düzüm. Burada belə səliqəyə düşdü. Əvvəlki vəziyyətinə baxın və indiki vəziyyətinə baxın. Həqiqətən də səliqə-səman böyük rol oynayır insanın həyatında. Mən də əslində belə səliqəliyəm. Özümü tərifləyim biraz. Sadəcə dediyim kimi sizə kontent çəkəcəydim deyə ona görə bunların içinə əl vurmurdum. Gözlürdüm ki, tam bərbad günə düşsün, sonra sizin üçün video çəkəcəm. Əslində çox youtuberlər elə eləyir. Evi çirkləndirirlər. Bilərəkdən yığışdırmırlar ki, sonra yaxşı bir kontent üzə çıxarsınlar. Mən də bu dəfə elə eləmək istədim, amma qəti sevmirəm elə bir şeyi. İndi keçək bura. Bura başı bərbad günündədir. Buranı gündəlik istifadə edirəm. Ona görə belə batıb. Burada isə yavaşı xaos baş verir. Heç özüm də bilmirəm niyə buralar bu günə düşübdü, amma düşübdü da. İndi təmizləyərik birlikdə. Elə bura qoyum. Qoymağa başqa yerim yoxdur deyə ona görə buna tutuyorum yerim işte. Hələ ki qalsınlar burada, sonra baxaram. Bu qazanı mən Nərimanovda yaşayarkən almışdım. Belə iki tərəfli qazandı. Məsələn, bir tərəfində yarpaq dolması bişirmək olar, bir tərəfində də kələm dolması. Belə çox qəşəng bir şeydir. 50 manata almışdım o vaxt. Kiçik keyfiyyətli bir şeydir, amma hələ ki istifadə eləmirəm çünki ehtiyac olmur. Həqiqətən də təmizlik çox yaxşı bir şeydir. Baxın nə dərəcədə bura boşaldı. Yəni elə bir ki canlandı da belə deyim. Qaldı bura. Burada da yenə gündəlik istifadə etdiklərimdir. Belə qablarımda sonra bu yağdı. Yağı da elə qoyacağam bura. Bunu boşaldacağım qabına. Ona görə götürürük buradan. Belə bir gələk buraya yığışdıraq.
yox deyə hər şey var da. Mənim spreylərim. Nə üçün də var yoxdur? Bilmirəm ki. Sonra bu nə idi? Bu nə idi vəbşi? Bu bilmirəm, bu hansı yoldaşımındır. Bəlkə heç bura əl vurmuyam. Deməli, burada mənim yerim var. Gəlin sizə göstərim. Tanış gəlir sizə. Bu Mehriban Əliyevadır. Bu mənim son deməli əsərimdir, belə deyim. Bu mənim son işim idi. Bunu mən akademiyaya, rəssamlıq akademiyaya təhvil verməli idim və diplomu götürməli idim. Son işim idi. Mən bütün bu işlərimi buraxdım. Mən bu işlərim qaldı. Yəni qala qaldı. Sonra da ikizlər oldu və mən bu işimi bitirmədim. 50% hazırdı demək olar. Sadəcə bir balaca əl gəzdirmək lazım idi və bunu mən aparıb təhvil verməli idim. Baxın, şu boğazından başlamışdım yavaş-yavaş kraskanı qoymağa. Yağlı boyadı bu arada. Amma qurtarmadım da. Düşünürəm bunu bir gün qurtararam, aparıb təhvil verərəm. Daha doğrusu təhvil verməyəcəm. Bu məndə qalacaqdı. Mən bunu sonra Leyla Əliyevaya verməliyəm. Əslində elə bir fikir var idi. Müəllimlə danışmışdım ki, bunu mən Leyla Əliyevaya özünə verəcəm. Sadəcə bunu mən akademiyada göstərməli idim və diplom almalı idim. Bu diplomu götürəndən sonra işləyə bilərəm. Həm məktəbdə rəsm müəlliməsi işləyə bilərəm, həm də özümə kurs aça bilərəm. Kurs açıb uşaqlar yığa bilərəm rəsm üzrə. Amma yoldaşım icazə vermir deyə elə bir balaca soyudum bu işdən. İstəmir, yoldaşım istəmir. Çünki mənə deməli Fransaya deməli dəvət gəldi. Xarici ölkələrə dəvət gəlir. Gedirsən sərgilərdə iştirak edirsən, əgər rəssam olmaq istəyirsənsə da. O da yoldaşım onu bildi və bildi ki, mənimlə gedə bilməyəcəksə, çox güman ki, ona görə qəti narazılığını bildirdi. Dedi, bu üzrə işləməyəcəksən. Mən sənin aylıq pullarını verəcəm, qazancımı verəcəm. Sən isə otur evdə uşaqlara bax. Ondan sonra əslində mən tək getməyəcəkdim, mən dəvət eləyəndə yoldaşım da gedəcəkdi. Məsələn, Fransaya pulsuz gedirdim, sərgilərdə iştirak edib pulsuz qayıdırdım. Sadəcə yoldaşım da artıq yox dedi. Ona görə mən də fikrimi daha iyi daşındırdım. Amma bunu aparıb vermək istəyirəm qutarandan sonra, verib diplom almaq istəyirəm. Tək onun diplomum olsun əlimdə. Buna başı köçür. Buna başı yoldaşım deyir ki, yəni əl vurma burada, çünki elə şeylər var ki, yəni dəymə. Ona görə dedim ki, elə qoy, qalsın, axşam gələr özü, birlikdə baxarıq, lazımlıları saxlayarıq, lazımsızları ataram, gedər. Təsəvvür edin ki, mən bu vəziyyətdə çəkiliş etmişəm. Deməli, artıq yoruldum, tükəndim. Ona görə dedim ki, qoy qalsın. Yuxarı hissələri sildim, baxın bunu sildim, onu təmizləmədim, onu axşam baxacağıq. Baxın buraları təmizlədim, bu yuxarı sizə dediyim kimi yaxşı işləmir. Telefonu tutamıram. Yaxşı işləmir deyə bunu əlimlə tuturam. Bunun üçün təmizlədim. Buranı təmizlədim. Sonra göstərim sizə, baxın. Buraları oldu tərtəmiz. Sonra buranı təmizlədim. Bunun üstünü silmədim. Tamamilə yadımdan çıxdı. İndi oranı da siləcəm. Bunun istəyəcək yüngülvari təmizdir. Hələ ki dəymirəm. Sonra bunun içini təmizlədim. Bu yuxarını da silmişdim. Buraları da təmizlədim. Haradasa təmiz oldu təbii ki. Və təbii ki qaydırıq başa. Buraları təmizlədim. Yüngülvari təmiz oldu. Sonra bir də əsas məsələ bura. Belə, təmiz oldu. Burada da biraz qablar var idi, hansılar ki, şkaflardan çıxartdım. Dedim, çox tozlanıbdı, bunları da yuyaram. Məsələn, bunu istifadə eləməyəcəm, yox, bunu saxlayacağım bununla birlikdə. Amma budur, sonra budur, sonra baxın, bu qabdır, bir də bu stakanı istəyirəm göndərim rayona, çünki istifadə eləmirik, yəni qalıb burada boş-boş. Və burada da vəziyyət hal-hazırda budur. Mən bu, deməli, bu kuxna təmizliyini, yuxarı hissələri gördüyünüz kimi təmizlədim. Burayla yekunlaşdırıram. Düşünürəm blok çox uzun olacaqdır. Ona görə düşündüm ki, bunları bir neçə hissəyə böləcəm. Çünki bu kuxnada dəhşət çox iş var. Hətta mən bu lüstrun üzərində silmək istəyirəm. Çox tozlanıbdır dəhşət. Ona görə düşündüm ki, bunları hissəyə bölüm.